Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə övladlarınızı məktəb çantalarına rahatlıqla qoya biləcəyiniz, əsl onların istədiyi kimi yumuşaq, şokoladlı, dadlı bulka resepti paylaşacağam. Xəmirini hazırlamaq üçün yoğurma qabına 1 stəkan ilıq süd və yarım stəkan ilıq su əlavə edirəm. Üzərinə 3 yemək qaşığı şəkər tozu və stəkanın 1/4 qədər, yəni 50 qram duru yağ əlavə etdim. Kütləyə bir 10 qramlıq paket quru maya əlavə etdim. Qaşıqla ölçsəniz 1 dolu yemək qaşığı edəcək. 2 yumurtanın ağını əlavə edib sarısını üzəri üçün saxladım. Kütləni yaxşıca qarışdırıb üzərinə 2 stəkan ələnmiş un, unun da üzərinə 1 sivrim çay qaşığı duz əlavə edib təkrar yaxşı qarışdırdım. Daha sonra yenidən üzərinə 3 stəkan ələnmiş un tökərək əlimlə xəmir yoğuracağam. Hər zaman dediyim kimi unu az-az əlavə etmək daha yaxşıdır. Çünki unun markasına, formasına görə miqdarı dəyişkənlik göstərə bilir. Dəzgaha da çox az un səpib xəmiri dəzgahda yoğurmağa davam etdim. Xəmir topalanıb tam kündə halını alanda əlimlə bu şəkildə gördüyünüz kimi açıram və ortasına 50 qram otaq temperaturunda yaxşıca yumuşalmış çörək yağını əlimlə bu şəkildə yaydım. Təkrardan yoğurmağa başladım. Xəmir gördüyünüz kimi əvvəlcə parçalanır. Yağı özünə tamamilə çəkəndən sonra çox xamar, yumuşaq və gözəl bir xəmir əldə olunacaq. Çox qısa bir vaxtda topalanacaq və gördüyünüz kimi yumuşaq, gözəl bir xəmir əldə etdim. Xəmiri yoğurma qabına yerləşdirib üzərini streç ilə örtüb otaq temperaturunda təxminən 1 saata qədər mayalandıracağam. Mayalanma müddəti otağınızın hərarətinə asılı olaraq da dəyişə bilir. Xəmir artıq mayalanıb, 2 qat qalxıb, havasını aldım. Və bulkalardan maya qoxusu gəlməməsi üçün təkrar bir neçə saniyə yoğurub uzunsu formaya gətirib hissələrə ayıracağam. Kündələrin ölçüsü istəyinizə görə dəyişə bilər. Mən xəmiri hər hissənin ağırlığı 100-105 qram aralığında olmaqla ayırdım və kündə halına gətirdim. Siz gözəyarı da edə bilərsiniz, amma böyüklüyü bu şəkildə olmalıdır. Ümumilikdə 12 hissəyə böldüm. Üzerini örtüb otaq temperaturunda təxminən 6-7 dəqiqə ərzində mayalandırdım. Daha sonra ilk hazırladığım kündədən başlayaraq bulkalarıma forma verəcəm. Kündəni kiçik oxlovun köməyi ilə qalınlığı təxminən yarım santimetr olmaqla təxminən orta boy boşqabın böyüklüyündə yaydım və üzərinə 1 yemək qaşığı qədər şokolad yağı çəkdim. Hər hansı bir şokolad yağından istifadə edə bilərsiniz. Əgər şokolad yağı yoxdursa, əvəzində qatı cemdən də istifadə etmək olar. Və gördüyünüz şəkildə ortasına təxminən 1 sm qalınlığında bu şəkildə kəsiyi atdım. Kəsiyi geri çevirərək kənar hissələrinə yuxarı qaldırsam, kəpənək forması artıq hazırdır. Çox asanlıqla kəpənək forması vermək olur. Bu formada hazırladıqda həm görünüşü gözəl olur, həm də şokoladı bol olur. Şokoladını ara hissəsinə çox vurmayın ki, bişən zaman kənarlarına axmasın. Təkrardan göstərim, orta hissəsinə kəsiyi atıb və arxa tərəfə bu şəkildə qoydum, yerləşdirdim. Və budur, çox rahatlıqla kəpənək forması aldım. Yağlı kağız sərdiyim soba listinə aralıqlı məsafələrdə düzürəm. Mən 6-6 olmaqla 2 soba listi hazırladım. Üzərinə örtüb otaq temperaturunda 10 dəqiqə ərzində mayalandırandan sonra əvvəlcədən ayırdığım 2 yumurtanın sarısını yaxşıca qarışdırıb fırça ilə üzərlərinə çəkdim. Son olaraq kəpənəyin orta hissəsinə xaş-xaş səpib, əvvəlcədən qızdırdığım 200 dərəcəli sobada alt-üst rejimdə üzəri çox gözəl qızarana qədər bişirdim. Bişmə vaxtı sobanıza görə də dəyişə bilər, hətta dərəcəsi də sobalara uyğun olaraq fərqli-fərqli ola bilər. Mütləq hərə öz sobasına uyğun nəzarətdə saxlayaraq bişirsin. Budur, artıq üzəri parlaq, gözəl görüntülü bulkalarımız hazırdır. Yumuşaqlığını da göstərim, olduqca yumuşaqdır. Mənə maraqlıdır, siz hansı bulkaları sevirsiniz? Ən çox evinizdə necə bulkalar bişir? Sadəmi, kişmişlimi, şokoladlımı? Və hətta bişirdiyiniz bulkaların şəkillərini mənimlə də eyni adlı Instagram adresimdə paylaşa bilərsiniz. Bu qədər dəyərli izləyicilər, əgər video sizlər üçün faydalı oldusa, bəyənib, paylaşıb, qısa da olsa rəylərinizi əskik etməyin. Sizin rəyləriniz mənim kanalımın inkişafı üçün çox önəmlidir. Və daha çox belə videoların gəlməsini istərsəniz, mütləq kanala abunə olub zınqrov işarəsini açın ki, paylaşdığım videolardan dərhal xəbərdar olasınız. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşmək diləyi ilə. Sağ olun, Allaha əmanət olun.